Göy qurşağı haqqında bildikləriniz yanlış ola bilər. Çoxumuz onun 7 rəngdən ibarət olduğunu düşünürük. Qırmızı, narıncı, sarı, yaşıl, mavi, göy və bənövşəyi. Amma əslində göy qurşağında sonsuz rəng var. Bunu izah edək. Göy qurşağı günəş işığının yağış damcılarında spektra ayrılması ilə yaranır. Bu zaman işıq fərqli dalğa uzunluqlarına bölünür və bizim gözümüz onları rənglər kimi görür. Amma insan gözü yalnız müəyyən rənglərə aid edə bilir. Əslində rənglər bir-birinə qarışır və ardıcıl bir spektr əmələ gətirir. Yəni, göy qurşağına diqqətlə baxsaz, rənglərin sərhədinin olmadığına şahid ola bilərsiniz. Maraqlıdır ki, müxtəlif mədəniyyətlərdə göy qurşağının rəng sayı fərqli qəbul edilir. Məsələn, İsaac Newton əvvəlcə 5 rəng müəyyənləşdirmişdi. Sonradan 7 rəng konsepsiyasını təqdim etdi. Çünki o dövrdə musiqidəki 7 notla əlaqələndirilməyə çalışırdı. Amma elmi olaraq göy qurşağının dəqiq sayı yoxdur. Sadəcə rənglər davamlı bir keçid təşkil edir.